Bugün Səlyan rayon mərkəzləşdirilmiş kitabxanasında Ana Kür ədəbi məclisinin növbəti tədbiri keçirildi. Tədbir dahi şairimiz Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuşdur. Tədbirdə rayonumuzun ziyalıları və şairlər iştirak etdilər. Cənab İlham Əliyevin sərəncamı ilə Səməd Vurğunun 120 il yubiley tədbirlər keçirilməlidir. Biz Ana Kür ədəbi məclisi olaraq və Səlyan mərkəzləşmiş kitabxanası olaraq Səməd Vurğunun 120 illik tədbirin keçiririk və bununla da birlikdə, bu tədbirlə birlikdə biz şairlərimizin şeirlərini dinləyirik. Heydər Əliyev bir dəfə də Səməd Vurğunun Azərbaycan şeirindən bir bənd deyərək kövrəlir. O, 34 il idi ki, Azərbaycan xalqı qarşısında çıxış edirdi. Amma heç kəs onun kövrəldiyinin şahidi olmamışdı. O, məhz Azərbaycana həsr edilmiş şeiri deyərkən ilk dəfə kövrəlir. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan Azərbaycan? O bəxtəvər gözəlin də mən oxudum gözlərindən. Şair, nə tez qocaldın sən. Ovçuluğa meyil saldım. Gecə gündüz çöldə qaldım. Dağ başından enib düzə bir ox kimi süzə-süzə neçə... Səməd Vurğun dünyaya baharda gəldi, dünyadan da baharda getdi. Səməd Vurğun əsərləri, şeirləri, həm dramaturgiyası, bu video saxta səsləndiyi kimi hamısı dillər əzbəridir. Elə bir şeiri yoxdur ki, onu adı çəkinən kimi mütləq Səməd Vurğun olacaq. Səməd Vurğun şeir yazması idi. Təkcə ilə yaradıcılığında Azərbaycan şeiri kifayət edir ki, Səməd Vurğun kimdir? El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan Azərbaycan, Azərbaycan. Bax, bu şeir Vəktəbrinin də bizim də hamımızın şeiridir. Bu şeiri Ulu Öndər Heydər Əliyev də çox məhəbbətlə, sevgi ilə deyərdi və sevilir. Səməd Vurğun müasir şairlərin heç birinin eləmədiyi işlərdir. Siz bilirsiniz ki, bizim böyük şairimiz Səlyanın fəxri sayılan Əliağa Kürsaylı'nın gedib Bakıya çıxmasında birbaşa Səməd Vurğun verir. Və ilk şeirinə, bir şeirin onu tanıyıb və aparırlar. O tarixçə çox maraqlıdır. Və siz bilirsiniz ki, Qaraçala Kürsəngi 22 kilometr yoldur. O vaxt gəlib onların maşını batıb. Bir maşının batmasını uşaqlar çıxardıb, dərhal zəng edib o 22 kilometr yol çəkir. Və Səməd Vurğunun şeiriyyətindən əvvəldə onun bir insan kimi yanaşmasıdır insanlara. Bir öz elin sevməyən vətəni sevə bilməz. Səməd Vurğun istənilən bölgədən gələn uşaq da olsa onun qabağına uşaq kimi düşüb onun məsələlərini həll edir. Bax, bunun ən böyük gücü budur. Onun bir insan kimi uşaqla uşaq olması, böyüklə böyük olmasıdır. Yəni biz də təhsil işçisi olaraq, şair olaraq, yazar olaraq belə deyək ki, indi şair demək biraz çətindir. Yəni bu təhsilin, Səməd Vurğunun o təhsili, onun aldığı təhsil, onun gördüyü mühit, Azərbaycan dilinin əbədiyyətə gedəcəyi yoldur bu nümunə kimi. Ona görə də məhz Heydər Əliyev deyir ki, mən fəxr edirəm Azərbaycan. Bu ilə nöqtə qoydu ki, bizim dilimiz əzizdir, bütün türk dilli xalqlar içərisində ən münasibidir, ən görkəmlisidir, ən təmizdir. Sağ ol. Sağ olun. Səlyan torpağında, bu gözəl məkanda sizlərin hər birinizi xoş gördük və Ana Kür ədəbi məclisinin rəhbəri, yaradıcısı, aparıcısı Firdovs müəllim başda olmaqla sizin hər birinizi ayrı-ayrılıqda salamlayıram və bugün hamınız bilirsiniz ki, biz dahi şairimiz, xalq şairi, sözün əsl ustası Səməd Vurğunun poeziyasının işığına yaxşımışıq. Allah ruhunu şad eləsin. Çox uzatmadan Firdovs müəllim xahiş edir ki, onun bir qəzəlini deyim. Baş üstə. Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var. Hər gülün, hər çiçəyin öz adı var, surəti var.
Qulaq as bülbülün avazına, sevda dəmidir. O çəmən güllərinin bir-birinə ülfəti var. Sığmaz idraka, bu dünya evinin sirləri, varlığın hüsnü əzəldən nə böyük qüdrəti var. Dolaşıb aləmi loğman kimi məna gəzirəm, çünki mənalı keçən güllərin ülviyyəti var. Ay da, ulduz da, günəş də yerə həsrətlə baxar. Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var. Məni yelkən kimi qərq etsə də dəryada zaman, vurğun öldü deməyin. Vurğun öldü deməyin. Bir əbədi sənəti var. Bir əbədi sənəti var. Allah onu şad eləsin. Tədbir Səməd Vurğun haqqındadır. Səməd Vurğun həsr olunub. Mən bu sonun hissəsinin şeirini demək istəyərəm ki, ölüm sevilməsin qoy, ömrünü vermir bada. Öz qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdı dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Sevərək yaşayan şairimizə, onu sevdirən oxucularımıza və xeyirxah insanların hamısına ürəkdən eşq olsun deyirəm. Cəmil Əfsər Təbib haqqında da indi orada biraz məşhur demək çətindir. Bilirsiniz ki, Yazıçılar Birliyinin üzvüdür, Qızıl Qələm mükafatı laureatıdır. 2008-ci ilin ziyanlar istəyirəm. Beyin düşünməsə əl yaradarmı? Əməlsiz insanın nə mənası var? Deyin, buludlarla məclis qurarmı kökünü torpağa vurmasa çınar? Sıldırım qayanın külək keçincə dəniz dilə gəldi, lal dayanmadı. Sonalar havada uçanda necə, bəs niyə mavi göl çarpalanmadı? Öpdü yanağımı bahar nəsimi, yenə sellər sular çağladı gördüm. Bu yaz səhərinin bir həvəsimi, çiçəklər sevincdən ağladı gördüm. Sassız cavan aşıq meydan açmadı, düşündüm, daşındım, nədir bu məna? Xəyal bir yerlərdən uzaq uçmadı, gözlərim dikildi Azərbaycana. Gördüm ki, dünyanın əzəldən bəri titrəyir qəlbində yanıb virsim. Dedim ki, qaxayıb ala gözləri könüldən aralı kim yaşayar, kim? Göylərin tənində olmasa ülfət, ulduz da parlamaz, günəş də yanmaz. Dəyişsə andın ana təbiət, yer də öz oxunun üstə dayanmaz. Kürçaylı tanındı kür imzası ilə, Ulu Xəlil Rza türk imzası ilə. Tarix yetişdirir mürəfsəlləri, o da ki tanındı bir imzası ilə. Daşı qəbri dağlarından, coşub daşan çaylarından, bərəkətli bağlarından səni sordum, ana vətən. Gül çiçəkli yamazlardan, bərbəzəkli turazlardan, əsir atmış ağaclardan səni sordum, ana vətən. Elin ovan oğuzundan, Gədə Qorqud qopuzundan, tar kamanın həm sazından səni sordum, ana vətən. Arazının saf suyundan, o tayından, bu tayından, Ərdəbildən həm xoyundan səni sordum, ana vətən. İgidlərin elə gəldi, sonaların gölə gəldi, xarı bülbül dilə gəldi, səni sordu, ana vətən, səni sordu. Müəlliməyə, iqtidasının müəlliməsi. Çox xoş oldu yenidən sizinlə birlikdə olmaq. İstəyirəm Ramiz Rövşənin gözəl bir şeirini deyim. Hoşdur. Şirin-şirin yuxudaydıq. Bir zalım oyatdı bizi. Anaların qucağından bu dünyaya attı bizi. Düşdük yolların ağına, baxtımızın sorağına. Qatdı bizi qabağına, əlində oynatdı bizi. Biz ki yol nədir bilməzdik, biz ki öl nədir bilməzdik. Bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi, analar aldatdı bizi. Ay analar, ay analar. O qədər Ramiz Rövşən filosofdur, şairdir, böyük bir insandır da. O misrına gör nələri deyib də, analar aldatdı bizi. O qədər əzab çəkirlər, əziyyət çəkirlər, dünyaya evlad gətirirlər, vətən. Sağ olun, təşəkkürlər. Gül pardaqlanıb açılırdı, yan yörəsinə sökür,
bağ-bağçanı bəzəyir, könülləri oxşayırdı. Qızlar zərif saçlarına taxırdılar, oğlanlar dəstə bağlayırdı sevgili qızları aparmaq üçün. Balaca bir uşaq dərb evə qaçırdı. Anası, təbrik edirəm demək üçün. Həssaslıq ilk evlad hədiyyəsi. Ananın ürəyini yumuşaldır, yanaqlarından süzülən yaş damcıları gülün ləçəklərinə qonurdu. Şeyh damlası kimi. Xanəndə hisslə yana-yana oxuyurdu. Mən sənə gül demərəm, gülün ömrü az olur. Bu düzdür. Amma gül pak olur. Gül kimi yaşayan insanlar, gül kimi. Siz mələsiz, can ilə canan ola bilməz. Sevda dediyin hər kəsə dərman ola bilməz. Arifləri dinlir ki, nədir şeylə sənət? Şair yaranan əmrə peşiman ola bilməz. Girdim günəşin qayına, min bir səhərim var. Şair elə bir şəxsiyyətdir ki, şairin vuran qəlbi olmalıdır, duyan ürəyi olmalıdır. Əgər insanlıq əsas odur, insanlıq odur ki, insana acıyasan, insanlığı başa düşəsən, ruhun ola, yaşaya. Şairlər insanlığı duyan, Səməd Vurğun özü vurğun olub insanlığa, bəşəriyyətə, təbiətə, gözəlliyə. Şəhid övladını, körpə balanı görəndə göynəyir bağrımın başı. Qısılıb qırağa, büküb boynunu, ağlayıb axıdar gözündən yaşı. Təskinlik edərlər qohumu, yadı, vətənə layiqdir doğma övladı. Atası şəhiddir, ucadı adı, öpüb qoxluyubdur torpağı, daşı. Vətən müqəddəsdir, anadır bizə. Vətənin yolunda canımız fəda. Torpaq müqəddəsdir, qoylar nida. Allahu Əkbəri səsləyər səda, çağırar hər kəsi, hər vətəndaşı. Çağırır hər kəsi, hər vətəndaşı. Həbibəm mən. Bir çox xəstəliyin çarəsini biləm. Özüm öz dərdimə çarə bilmirəm. Kimə ki edirəm ən dərin hörmət. Rəngim atıl, düşmənin boynuna ilan tək çatıl. Bax, mərd insanlara qarışıb qatıl, o qeyrət yükünü daşı can olub. Hayır ki Şirvan'dasan da uzakdasan. Ya biz geleni görebiliriz. Bir də hamınızı salamlayıram. Qardaşım olub. Doğrudan yəni bu cür səmimiyyət, bu cür ab-hava gözləmirdim. Həqiqətən. Çox sağ olun, mən sizə minnətdaram. Yəni atam dəyərli bir insan olub, çox dəyərli bir insan olub. Həm xalq üçün, həm cəmiyyət üçün, ailə üçün yəni başqa bir insan olub. Onu xatırladınız bu günləri, mən sizə çox minnətdaram. Təəssüratım böyükdür, ancaq çox minnətdaram. Var olsun. İnanın, qürur duyuruq. İnanın, qürur duyuruq. Sağ olun. Teşekkür ederim. Borcumuz. Gələn qonaqlarınızı salamlayıram, xoş gəlmişsiniz. Mən İbrahim müəllim olaraq ədəbiyyat sevərəm. Ədəbiyyatı sevmək xoşbəxtlikdir. Çünki Allah Taala bunu hər kəsə qismət eləmir ki, şair təbiətdə olsun, şeiriyyatı sevsin. Şeiriyyatı sevirsənsə, deməli, vətəni sevirsən, gözəlliyi sevirsən. Bu günləri tədbirimiz üstündə düşüb Səməd Vurğunun, Səməd Vəkilovun 120-lik idi. Amma vətən məhəbbəti, gözəlliyə vurğunluq onu vurğun eləyib, Səməd vurğun eləyib. Mən hər birimiz bilirik Azərbaycan şeirin. Biz məktəbdə dəfələrlə o videorolik eləmişik. El bilir ki, sən mənimsən ki, Azərbaycan şeirin. Və o bir misranı oxuyanda elə bilirəm ki, bu gün yazılıb. O əsasən də o 20 illik, 30 illik işğal dövründə onu mən yanğı ilə səsləndirirdim ki, könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan, axşamüstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şişəs səsi. Elə bil bizi kimi də qalxanı idi ki,
Qarabağ bizimdir. Qarabağ üçün bu cürlə gözəl şeirlər yazılıb. Niyə erməni tapdağında olmalıdır? Niyə onun yolunda şəhid olmamalıdır? Və Allaha min şükür ki, o şəhidlərin qanı bahasına, qazilərin canı bahasına o torpaqlarımız azad olundu. Bu gün də Qarabağımızda, bu gün də Şuşamızda Xarıbul festivalı keçirilir. Xanın səsi eşidilir, xanın davamçılarının səsi eşidilir. Mirəsən Abdullayev bu kitabxanada çox şeirlər deyib. Tədbirlərdə Allah rəhmət etsin Cəfər ağa müəllimi, köhnə metodist müəllimi xahiş edir ki, İbrahim müəllim, Mirəsəni gətirmə ki, bu yarışmada başqa bir çempion olsun. Və həmin Mirəsən israrla valideyn başqa sənət istəyirdi ki, mən mədəni maarifə dönə-dönə israrla yönləndirdim və bugün Azərbaycanda gənclər arasında tanınmış bir rəayətçidir. Abdullayev Mirəsən. Azərbaycan Mərkəzi Televiziyası AzTV-də işləyir, digər bir özəl kanalda işləyir. Tez-tez tədbirlərə dəvət alır və Bakıda böyük bir tədbiri keçirildi. Biz də rayondan dəvətli idik və düşündüm ki, niyə mənim rayonumun yetirməsi Bakıda tanınırsa, tədbirlər Bakıda keçirilirsə olsun, mənim rayonumda niyə keçirilməsin? Və sevə-sevə istədim ki, vaxt ayır və rayonumuzda gəl görüş, tanın, sevil və inşallah belə də olar sizin iştirakınızla, bizim iştirakımızla. Mən bir daha hər bizə minnətdarlıq edirəm, Firdevs müəllim, sizə, Səidə xanım sizə. Yəni, hər rayonda belə aktiv, belə hər zaman qaynar kitabxana yoxdur. Allaha min şükür ki, bizim rayonumuzda bu var. Yoxdan yaxşıdır hər halda. İnşallah daha yaxşı olar. İnşallah lazımı orqanlara yaxınlaşar, nəzərlərində olar. Daha gözəlləşdirirlər. Mən elə bilirəm ki, yaxın zamanda nəsə olar. Bir daha hər bizə minnətdarlıq edirəm və burada olmağımdan çox şadam. Var olun. Ustad Səməd Vurğun haqqında söz demək çox çətindir. Ustad Səməd Vurğun Azərbaycan ədəbiyyatına yeni üslub, yeni şans gətirib. Beşlik deyilən bir şey. Yəni, müxəmməs var. Bu, bilirsiniz ki, əruz vəzininə aiddir. Amma beşlik Azərbaycan ədəbiyyatında heca vəzində. Eyni zamanda Səməd Vurğun Azərbaycan ədəbiyyatına portret janrını gətirib. Yerdən ayağını quş kimi süzüb, yay kimi dartılıb, ox kimi süzüb. Portret janrı rəssamlıqda var, bilirsiniz. Bunu Azərbaycan ədəbiyyatına gətirib. Bu, Ustad Səməd Vurğunun böyüklüyüdür. Ustad Səməd deyərəm inşallah. Sey açır yaz nəfəsli tumurcuğum. Qış ömrümə hərdən yazım baxır. Şiir mənim sinəm üstə göz muncuğum. İs dünyamdan çöl dünyama yazım baxır. Nədən belə həzm eləmir biri məni? Billur eşqim, ölsəm saxlar diri məni. Uzaq yerdən qaytarmayın geri məni. Kədərlənib oğlum baxır, qızım baxır. Bu dünyanın hər qarşı gəlir yeri. Dedi əzəl üzərinə gəlir yeri. Yaşart, gəncliyimə dön söyləsəm dönməz yeri. Yaşartdıqca vücuduma sızım baxır. Səməd Vurğun Azərbaycan ədəbiyyatında Savad dönəmində belə deyək, hələm şairin demədiyin İsmət bəydir, İsmət ağadır və sizə bir məlumata çatdırım ki, Anakür Ədəbi Məclisinin uğurudur. Uzağı inşallah Allah deyənin köməkliyi İsmət Tağının kitabı işıq üzü görəcək. Doğma ana yurdun daşı torpağı vətəndir. Doğma ana yurdun daşı torpağı vətəndir. Hər bir dərəsi, hər düzü, hər dağı vətəndir. Dünyaya gəlib duyduğumuz Layla əzizim, dünyaya gəlib duyduğumuz Layla əzizim, Üqbaya gedərkən deyilən ağı vətəndir. Əlbət səni sən eyləyəcək torpağa sevgi, əlbət səni sən eyləyəcək torpağa sevgi, əlbət ömrün hər anı, hər çağı vətəndir. Candan keçən hər bir şəhidin yurdu müqəddəs, candan keçən hər bir şəhidin yurdu müqəddəs, hardakı qurulmuşsa könül bağı vətəndir.
torpağı müqəddəs eləyən sevgidir. Ancaq uğrunda ölən olduğu antağı vətəndir. Uğrunda ölən Qozaldır zaman, yüreğin ateşi, közü qozalmır. Dağları, daşları, qozaldan zaman, dağları, daşları, qozaldan zaman, bilmirəm bəsliyə, yazı qozalmır. İlqar, qocalardan deməmandır. Zəhmətlə uzalan qocalarını hez. Başım ağarsa da ürək zamandır. Ellərdən güc alan qocalarını hez. Mən Muğan düzündən seçdim eşkimi. Lalədən, nərgizdən biçkim eşkimi. Ana kürsülarından içdim eşkimi. Təbi dərya olan qocalarını hez. Hər kətdən obadan gəlir şad xəbər. Aylarım, illərim, gelməyib hədər. Gəlcikdən oxuyur pəna hər səhər. Dev səlyanda qalan qocalarını hez. Getdi, baharımız gel qışa qaldı, düzlər qara qaldı, yağışa qaldı. Bizimki bir quru bağça qaldı, neyniyək arzunun göz qazanır. Bəxtiyar düşünək bizlərin dərin, arzular möhtəşəm, duyular şirin. Əsil şairlərin, əsil sənətkarların, beləri özləri qozalmasa da, sənətləri qozalmır aman aman yan. Əslən vay səryanam, ana şir faysel yanayam. Bir vallah cəhsün Azərbaycanı, tapılmaz faysel yanayam. Baharım qar tökən, qışlar açılmaz bir diyar olsun. Səmənzarım, bağım, baxsam saralsın, həbsi xar olsun. Məzarım od tutub yansın, bu eşkim aşkar olsun. Sus ey bülbül, sus ey bülbül, kəs ey tufan, məramım istirahətdir. Bu yerlərdə payım yoxmuş, əlacım bir səyahətdir. Ölüm, ölüm ey vay, o nemətdir, o bir şanlı saadətdir. Əgər vaxtsız ölər isəm, rəqibim bəxtiyar olsun, rəqibim bəxtiyar olsun, duruşar olsun. Həm Səməd Vurğuna, həm də Mirəfsəl təbii ki, səhv etmirəmsə, ona Allahdan rəhmət diləyirəm. Çox sorun, heç bir haqqında heç bir söz deməyəcəm, ona mənim yaşım çatmır. Yaşlılarımız sosluq olsunlar, qeyd edilər lazım olan şeyləri. Vətənpərvərlik haqqında şeirlər səsləndirildi. Mən də bir dənə şeir vətənpərvərlik haqqında deyirəm. Vətən üçün can verərmiş ta əzəldən hər vətənpərvər. Vətən üçün can verərmiş ta əzəldən hər vətənpərvər. Məkandır gövhəri üçün bir vətən, gövhər vətənpərvər. Kəsilməzdir, bölünməzdir, ənam olmaz vətəndən üçün. Vətəndir hər qarış torpaq, laçın, tərtər vətənpərvər. Alıb ilham mübarizdən əsas tutsan döyüş ruhun, olar bir gün mübariz tək adın əzbər vətənpərvər. Şəhidlik bir məqamdır ki, yetişmək üçün atar addım, ölər amma amalından qayıtmaz ər vətənpərvər. Müqəddəsdir, atardım diz sən addım atdığın yerdən, izin versən öpərdim mən, qoyardım sər vətənpərvər. Uzaq dur ey rəzil düşmən, əmin ol ki bu torpaqdan əlin çəkməz, deyər təkbir çəkər xəncər vətənpərvər. Azərbaycan, Azərbaycan böyük bir qəhrəman oldu, hüququndan keçən əskər, vətənpərvər, vətənpərvər. Həqiqətdir hər insanın, təməl bir borcudur sadiq,
bu millət üçün yetişdirsin igid əskər, vətənpərvər. Təşəkkür edirəm. Sizləri dinləmək mənə çox xoş oldu. Mən qonağımızı bura gətirmək üçün burada ən çox iştirak elədim və sizlər gənclərimiz, bugünkü şairlərimiz var burada. Sizləri hər zaman izləyirik. Sizlər bizi görməsiniz də, biz sizləri izləyirik, fəxr edirik. Şairimiz şeir dedi, o mənə çox toxundu. Çünki mən də 44 günlük müharibədə olduğumu yolasın. Neysə, o məni çox təsir edirdi. Allah Taala sizlərə can sağlığı versin. Böyük istedadlı, necə deyim, istedadlar yaradır bizim bu torpağımız Səlyan. Səlyanın gözəl şairləri var, gözəl müğənniləri var, şair. Ondan da əsası alimləri var. Bizim Səlyan torpağı ən müqəddəs torpaqlardan biridir. Hər birinizə təşəkkür ederim. Bədii qiraətinə məşğuldur. Bədii qiraətinə məşğuldur. Özü ki, deyərik ki, uğurla o işi yerinə yetirir. Elə şairlərin, könlü istəyən şeirlərini səsləndirir. Onların hamısını oxuculara çatdırır. Bizim də auditoriyamız sosial şəbəkələrdir də. Oradan biz gücü alırıq, oradan biz gelirik. Göməli, sən yaradıcı uğurlar arzulayırıq. Sənin əziyyətin hər dəfə qeyd eləmişəm. Bu gün də qeyd eləmək bizim borcumuzdur. Biz yenə dedik, tarix mənim haqqında dedim, bir şeirimlə 5000 dənə ünvan yığdı, amma şeiri götürüb almış orada. Sənsə bizim səsimizi, sabah bugünkü tədbirinizi Allah qoysa, bütün sosial şəbəkələrdə görəcək ki, şairlər orada şeir dedi. Üzr istəməyə gedirəm. Kim idi Firdevs müəllimi tanıyan? Tanır da elə belə orada, amma bura gəldi şairlərimiz tanındı. Bura gəldi şairlərimiz getdi. Ona görə də eşq olsun Anaköy Ədəbi Məclisinə. Buyur. Mən də ödüllərində Anaköy Ədəbi Məclisinin qonaqlarını salamlayıram. Xoş gəlmişsiniz. Həqiqətən bu Anaköy Ədəbi Məclisinin uğuru bizim uğurumuzdur. Çünki bu məclis yaranma Firdevs müəllimimiz çox əziyyətli çəkmişik. Və bu məclisimiz bu səviyyə çatmağında böyük zəhmətin bəhrəsidir. Çünki həqiqətən də sağ olsun Sərdə xanım, yenə xüsusi təşəkkür edirəm ki, bizə şərait yaradır. Bu Anaköy Ədəbi Məclisi davam edir. İnşallah bizim də məqsədimiz nədir? Məqsədimiz əsas məsələ budur ki, gənc şairlərimizi bura dəvət olunsun. Bizim şeir sevən Səlyan rayonu sakinlərimiz var, dəvət olunsun. Şərt görür ki, şair olsun. Hər kəs dəvətlidir. Mən yenə sosial media vasitəsilə müraciət edirəm ki, hər kəs bu məclisə dəvətlidir. Hər kəs gəlib şeirdə deyə bilər və tamaşa kimi iştirak edə bilər. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun, xoş gəlmisiniz. İnşallah növbəti tədbirlərdə. Mən də bugünkü gündə hər birinizi salamlayıram. Mənim üçün çox böyük fəxr ki, mən burada iştirak edirəm. Firdevs müəllimin Allah canı sağ eləsin. Əvvəl bunun bünövrəsi deyək ki, Sarvanda quruldu, Turan Birliyi yaratdı. Bəli, Turan. Bizim klubumuzda yaranmışdı. Və mən elə bilirdim ki, onun davamıdır. Amma bəlkə də davamıdır, ancaq görürəm ki, yox, bu vulkandır. Hər birinizə yenə də istedadınızda uğurlar arzulayıram. Yazıb, yaratmağı həmişə, necə deyim, o yazan əlləriniz var olsun. Biz də sizin o yazdığınız yazıları oxuyaq, bəhrələnək. Çox sağ olun. Firdevs müəllimə də təşəkkür edirəm. Tədbirlər keçirilib Anaköy Ədəbi Məclisi. İnanın ki, heç biri bir-birini tamamlamayıb. Elə bil biz hər ayın axırında ruhumuz qidalanır, bir ay çox mükəmməl işləyirik. Hər ayın axırında həqiqətən də o qədər gözəl şeirlər səslənir, o qədər gözəl ürəklərin qoyurlar burada. Bizim tədbirlər, mütəmadi olaraq biz gözəl tədbirlər keçirdirik, İbrahim müəllim də dedi. Hər bir tədbirimiz o qədər səmimi alınır. Çünki burada Xəlil Rızanın ruhu var, Əliağa Kürçayının ruhu var, Ağacavad Ərzadənin ruhu var, Aşıq Pənahın ruhu var. Bizim bütün şairlərimizin ruhu var. Çünki onların kitabları bizim gözəl oxucularımızın ixtiyarına verilir. Bizim fondumuzda yerləşir. Ona görə də mən kitabxananı bir məbəd deyərdim, bir elm ocağı deyərdim, ruh deyərdim, necə sizə deyim, bütün sahələrin deyərdim ki, təməli kitabxanadan yaranır və hər bir insanları da kitabxanada kitab oxumağa çağırıram, elmə çağırıram, əbədiyyətə çağırıram, şeiriyyətə çağırıram, insanlığa çağırıram.
Firdovsi müəllim, sizə təşəkkür edirəm. Buyurun, buyurun. Bu ədəbi məclisdə doğrudan da bizim bu tədbirlərimiz çox yüksək səviyyədə keçirilir. Qonağımızı salamlayıram. Artıq ikinci dəfədir bizim tədbirimizdə iştirak Allah canı edirsiniz. sağ Mən olsun. bayaqdan öz işçilərimizə baxıram, sizə elə diqqətlə qulaq asırdılar. Onlar da alqışlayar ki, sizin kimi belə bir qirayətçi, belə bir insan bizim kitabxanamıza təşrif buyurur. Hər birinizə təşəkkür edirəm. Kitab bir nəslin digər nəsilə mənəvi vəsiyyəti deməkdir. Mənəvi vəsiyyəti deməkdir. Bəşəriyyətin bütün həyatı bu kitablarda əks olunmuşdur. Dövlətlər, nəsillər gəlib getmiş, kitab isə qalmışdır. Kimler gitti bu dünyadan, bu dünyadan? Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan? Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan. Sen özün diyeceksen. Biri vardır, biri yok. Biri vardır, biri yok. Bir vaxt olacak, belki de o yok olanların içinden biri de ben olacağım. Hamınıza derin teşekkür ederim, hürmet ve saygıya göre. Gedəcək hamı bu dünyadan səxavət qalacaq. Yaxşılıq ilə dolan, sülhü, ədalət qalacaq. Çalış aləmdə həminin qəlbini güldür, can gedən bir gəmidir, mehr məhəbbət qalacaq. Tökmə qan, yıxma kümə, bir də sındırma kömür. Əməli nəslimizə bil ki, əmanət qalacaq. Nə qədər pul yığasan, yadlara qismətdir. İnan, ondan sənə 5 metrə kəfənlik, bir də ibadət qalacaq. Sabirin qəsdi budur, mərd olasan dünyada. Namətlərə nifrət, mərdlərə rəhmət qalacaq. Ayvatanlı Sabirin şeiridir. Deyir mənim, yüksəkdə uçan qartal. Bayaqdan baxıram, hərə öz şeirləri deyir, yaxından izləyirəm. İstəyirəm ki, burada şeirin yanında fon musiqilər gələcəkdə mən də yaxından fon musiqilərə yaxından səslənməyə, kömək eləməyə hazıram. Yəni ki, kəşfiyyat aparıram ki, görüm harada, mən burada oturmağımda, görüm harada şeirlər, harada necə bildirsə, orada hər şairin öz musiqisinə başqa fon musiqiləri daxil eləmək mümkündür. Hər şairin öz musiqisinə uyğun olaraq o fon musiqiləri seçmək. Canlı, İlzar müəllim necə canlı? Böyük əlüfsəti yetirən, Rahil Rızayevi yetirən Qızağac kəndinədir. Arı müəllim müəllimdir. Arı müəllim böyük insandır. Mən 4-5 gün öncə səmimiyyətimlə görə deyirəm, çox belə həyatımda çox nadir bir hadisəni baş verdi. O, deməli, Qızağac kəndinə Sarvana gəldi və məndən rica ki, Firdovsi müəllim, xahiş edirəm kitabı mənə ver. Mən kitaba bir kəlmə, 2 kəlmə söz yazıb Arı müəllimə verdim. Sizi inandırasınız Allaha ki, Arı müəllim orada götürdü kitabı, aldı əlinə, öpdü qoydu. Siz inanırsınız, mən etdim evədə özümə gəlmədim. Mən insanda bu qədər ədəb, ərkan, Arı müəllim, burada sosial şəbəkədə yalaca çıxışımsa, bu əməliyə görə, bu kitaba, müəllifə, Sarvana verdiyi diqqətə görə təşəkkür edirəm. Həqiqətən elə uşaq yaşlarından incə sənətə, şeirə çox həvəsi olub, həm də çox döyüşkən oğul olub. 8-ci sinifdə oxuyanda təsəvvür edin ki, Sarvan mənim üçün çox xoşdur ki, mənim qohumum bu məclisi idarə edir. Mən özüm ədəbiyyatçı olmasam da ədəbiyyata tək mən yox, ümumiyyətlə Azərbaycan xalqı şeiri, sənəti sevən millətdir, musiqini sevən millətdir, o sözsüzdür. Yəni, bunu davam elətdirirsiniz. Ona görə də hamınıza təşəkkür edirəm ki, yığışmışıq. Sizdən 1001 cilt kitab var, gözəl deyib bizim müdrik atalar. Bir məbədi 100 dolanmaq lazımdır. Bax, bu
oxu zalı, bu kitabxana bizim söz xəzinəmizdir, bizim məbədgahımızdır. Yüzlərlə inşallah burada tədbirlər keçirmək ümidi ilə hələlik. Sağ olun.